Hı. Elədik. Pin təyin elədik. Bura biraz boşluq qoy. Bax, voiddan qabaq biraz boşluq qoy. Voiddan yuxarı. Hə, voiddən yuxarı. Biraz ayrısına. Bax, define elədik. Mikrofon pini 2. Setup'ın içində input olaraq təyin elədik. Düzdür? Void'in içində də indi biraz serialı start elə. Serialı begin elə. Begin, əla. Hı. 9600-dən elə çıxardaraq üçün. Nöqtə vergüllə öyrəş. Keçirsən indi hara? Void loop'un içinə. Oxu, void loop'un içində indi datanı oxu. Necə eləyirik? Int data. Int data yazın. Hayır, data. Int data bərabərdir. Necə olur? Digital.write read daha doğrusu. Digital read nöqtəsiz. Hı? Digital read digital datanı oxu da elə bir digital kanaldan data oxuyacaqsan. Digital read. Yadından çıxır. Ortaya nə yazılır? Pin nömrəsi yazılır da düzdür? Hı hı. Mıkırıdan oxu da datını. Mıcırı nə yazım? İçində mıcır. Anca mıcır yazırsan. Hı? Eləməmişik buna. Digitaldan data oxumamışıq. Məsəl üçün gəlirdi bizdə əvvəl bir şeydən potensiyometrdən də eyni datanı Hı hı. oxuyurduq. Bəzən olurdu müəllim düymə. Butondan necə Potensial onların datanı ikisini oxuyur? eləmədi ya. Eləmək lazımdır. Eləmədi amma. Evdə eləməyibsən düyməni. Ancaq təkrarladım amma koduna Düyməni baxmamışam qoşmusan, yox. bax evdə. Düymə basılanda necə olur? Düyməni biz qoşmağa çalışırıq. Nəsə Düyməni qoşmursan. düymələrimiz işləmədi deyəsən. Yoxsa nə? Heç Nəsə elə bir gələn şey səfər olmuş. eləyək, problem deyil. Mikrofondan datanı Hı hı. oxuduq. Oldu mu? Hı hı. Okey mi? Sonra bu datanı seriala ver görək eləməyə çıxardır. Serial nöqtə print line. Düzdür? Data. Balaca nə yazmışdım burada tabii. Bir nöqtə vergül yerinə qoyulur. Biraz da delay ilə ki, orada biraz boşluq şeydir. 100 millisaniyə falan. Cıvı. Okey. İndi görək nə qaytarır bizə. Bu qaytarır bizə. İndi ehtiyacımız olmasına balaca atıyor. Zaten reklamını tapar. Tak yüklə. Tak kodu yüklə. Özür otomatik etdim. Teatr numarasında ses şiddeti. Yani Əgər upload bitti. böyle serial monitor işləyir. Serial monitör ne gösterir? 0-1 arada. Arada bir bilgisayar mı gösterir? Bura. Bir olur orada. Hələ ki yox. Bak bu. Üstündeki şeyleri böyle. Tələsmir. Yox. Bak bu üstünde potansiyel var. Bunu serial okuyor. Vapşi söndü indi. İndi çoxal. İndi oxumağa başladı. Peki dijitaldı diye 0-1 göstər Yok, ancaq. ancak 01 gösteriyor. Zaten dijital. İşte arada bir olur. Bəli. Mikron azaldım bəlkə. Yok, mikro ile şey yoktu. Düz işleyir. O düz işleyir. Ya sıfır olmalı ya bir olmalı. Amma elə bildim 1024'də Yok biz yok. bayaq elə bildim səsin gücünü göstərəcək. Analogu dedi ya neydiler? O analog datadır. Hı. Dijital necə eləyir? Ya sıfır qaytarır ya Hı bir hı. qaytarır. Və düzdür. Hə. Başa düşdün? Yəni burada Onu biz 1 milli birlik belə səs göstərəndə 1 göstərir. hə, Şuş. çevirdik bir. Düzdür? Başa Ya düşdün? birdir Hə. ya sıfır. Başa düşdüm. Gördün bir Hı. getdi. Bu 100 çoxdur deyə şey eləyə bilmir də davamlı olmur. Bir Okey. gəlirdi. İndi biz danışanda 0-1-0-1. Aysə. Bunun şeyinə daha hazırda mən məsələn bunu daha həssas eləmək istəsəm, bunu daha həssas eləmək istəyirəm, bunu biraz da oynatmalıyam. Və indi adi primitiv səslə tutur. Hı. Görürsən? Q ilə tutur. Kondisionerin səsinə görə elə 1 girir. Aysə. Sıfır olanda dedi. 0 idi. Tam 0 edirsiniz. Mütəmadi sıfır getmir ki. Yox. Getdi. Sıfırdır. Evet. Amma danışdıqca 1 eləyir. Gedir 1. Sıfıra eləyir, əsas o. 0 enir ha. İndi 0 Biz getdi. danışmayanda sıfır olur da düzdür. Danışmayanda 0 olur, danışanda 1 olur. Danışmayın.
Əla. Bizim etmək istədiyimiz budur. Hı İndi hı. biz nə etmək istəyirik? Çıxart. Arduino ayır. İndi etmək istədiyimiz nədir? Hı hı. Etmək istədiyimiz buna indi istəyirik ən salanda bu işə düşsün, dayananda stop olsun. Okey? Yəni bax bir dəfə əl saldım, işə düşsün, bir dəfə əl saldım, sonuçta. Motorun işləməyi nətər işləyir? Başa İndi düşmürəm. onu edin. Motorun fırlansın da belə. Fırlansın hava. Nəsə taxmalı deyil ona. Nəsə taxmaq deyil də. Bu belə də fırlanacaq. O ucuna bir şey taxaraq değil mi? Kağızdan zaten kəsib Hə, taxaraq. onu- İşlənməsini görür. görünəcək ki, işləyib işləməməyi. Kağız taxacaq üstünə görünəcək. Şimdi görmürsən. Əsas odur sən görürsən, mən görürəm. Əlimizi vuranda görərik. Okey, amma kağız Ehtiyac taxacaq. yoxdur ki, prosta işləmə prinsipini, Düzdür. bu motor nətər işləyir, ona maraqlanırdım Bu ki, motor fırlanıb yox, işləyir çox yoxsa. bəsit. Bax, götürürsən onu. Qırmızı müsbətdir, digəri mənfi. Okey. Müsbəti müsbətə, mənfi mənfiyə vuranda. Bax, əlini vurursun. Все, işləyir, düzdür. Evet. İndi hətta o həqiqətən işləməni görürük. Birini əsl maşın motorudur da bildiyin. Bu da bildiğin motorlaşım. Evet de. Nasıl yani biz evet. Motorumuzu düzəldik, bağlantımızı quraq. Dedik, motoru normalda mən bura qoysam, GND-yə birim, məsələn, birin digital pinə qoysam, digital pindən aktiv turu verən kimi dövrə qapanacaq, fırlanacaq. Hı hı. Amma bu çox enerji çəkdiyinə görə, çox cərəyan çəkdiyinə görə həmən digital pini yandıracaq. Da biz bir də onu istifadə edə bilməyəcəyik digital pini. Ona görə tranzistor. Ona görə nə edirik? Tranzistor üzərindən axım vururuq. Bunun üçün də nə edirik? Tranzistoru taxıram ortaya. Çox sağ olun, təşəkkürlər. Elə onu vermə. O bizə elə o qədər lazımdır. Elə o qədər lazımdır bizə. Bunu götür də. Lazım deyil. Bizə elə o qədər lazım. Çox sağ ol. Sev. İndi bağlayaraq ki, onun ucuna fırlanmasını görəlim işte. Bütün sonra çıxarıb atacaq. Asvertka ilə ortasını deşiyə çarıq, elə deşiyə də soxarıq bunun. Hə, pis eləyəcək, həll eləyəcək. Rahat olun. Hələ çıxarsın burada. Ki, sonra özümü yuxarı. Transistorumu taxdım. Hı hı. İkisi yönə deşiyə girdiniz. Güzeldi. Yenə Biraz aralı. aralayalım. Taxdı transistorumu bura. Hərəsi bir ayağa düşdü. Hərəsi bir pinə düşdü. İşıq şeyliyə, əlimizin kölgəsi. Problem deyil. Emitter, base, kollektor. Kəsik tərəfi mən tərəfdədir, düzdür? Neyini? 5 voltu götürürəm buradan. Okey. Aha. 5 voltu götürürəm buradan. CND-ni taxıram Tranzistor mövzusunu. tranzistora, kollektora. Okey. CND-ni taxıram kollektora. Dövrən qapanması üçün emitterin üzərindən gətirib Arduino-nun CND-sinə bir dənə bağlantı verir. Hı hı. Ki CND ilə CND birləşsin. Tamamilə doğrudur. Hı hı. Dövrə qapansın da. Hı hı. Okey mi? Signal ortada da signal ayağı var bir dənə, düzdür? Hı hı. O da yəqin ki mikrofona gedəcəyəm. Mikrofonu yox. Signal ayağında götürürəm siqnalı buradan, yəni base-dən, Hı hı. Arduino-nun taxıram 3 nömrəli pininə. Biraz aralı olsun 4 nömrəli pin. Define Motor. Okey. motor 3. 4-4-ə taxdım. Dörddə? Yaxın idi 3 ona görə. Okey. 4-ə tap. Hı. İndi nə Bu edirəm? motor ucu outputdur. Motor oje nədir? Ay sağ ol. Motor Motor oje al.
Boşda mı? Bəli. Tanıtdın. Video çəkdin onu. Onu rekord yandırmamışım o seri o vaxtdan. Allah. Bu motorumuzda da bunu tapaq ki, buranı da görə bilərik də. Hı hı. Buranı da görə bilərik. Motor bir yerə belə qoya bilərik. Nəyəsə üstünə qoya bilərik. Qoyaq motoru da bura ki. İstəyir çıxmasın əsas. Neyse, belə əlimlə tutarım. Təmin edim. Bu fanında qalsın da qoyum. Motor fanında buradan Hı görəcəkdir. hı. Ha? Evet. İndi nə edilir? Gəl ora şərt qoyaq Ömər. Bir dənə gəl yuxarıda dəyişən təyin. Dəyişənimizin adı olsun motor status. Define-dan Yox, integer. setupda Yox, yuxarıda var. Ən yuxarıda bir dənə yaz. Əslində boolean tipdə təyin elə də. Bool nə olsun? Adı nə olsun? Adı olsun motor status. motorun nöqtə status. Yox, nöqtə olmaz. Olmaz. Ya böyük hərf ya alt xətt. Status bərabərdir. Motor başlanğıcda hansı formadadır? Sıfırı true false yaz da. Sıfır Burada dərəcə götürmür. kiçik hərf. Götürür. Prosta Hamısı biraz da kiçik. əlimiz öyrəşsin də. Python'da da öyrən. Burada olmur. Biraz əlimiz öyrəşsin deyə deyirəm mən. Hı. Aydındır. Okey. Keçirik bura. Burada artıq şeylər işte düzdürmü? Keçirik aşağı. Delaydan yuxarıya keçirik də. Delay ən axıra. Serialın delayı Serial deyil bu. yox, serial yox. O Arduino'ya pauza edir. Aydınmı? Hə, başa Ona görə keç buradan. İndi keçək buradan. Ay. Keçək buradan başlayaq yazmağa. If əgər data varsa, yəni data nə? Data elə birbaşa data yox, bir dənə yox, iki dənə. Aysa, iki dənə. İki dənə bərabər. Data bərabərdirsə 1 və yaxud da high da deyə bilərsən buna. Hı hı. Okay. Və yaxud da elə birbaşa data da deyə bilərsən. O ya 1 olacaq, ya 0 olacaq da. 0 Bəli. özü birbaşa false deməkdir, düzdür? Data bərabərdirsə 1, yəni siqnal gəldimi? Gəldi, düzdür? Motor status bərabər. Motor status bərabər yox. Bax belə, false idi, düzdür? Bəli. Bəli, yazsan motor status bərabərdir true. Motor status bərabərdir true, nöqtə verici. Enter vurursan, base ayarlardaydı. Motorun pini neçə idi? 4. 4. Onda yazırsan ki input yazırsan ona. Yazsan ki digital.write Nöqtə yoxda axırdı. Yox, digital hə. Burada R var, R lazım deyil. Nöqtə yoxdur, düz deyirsən, mənim ağzıma. Digital write. Aysa, digital write. Nə yazsan, pin nömrəsi motor. Nə yazsan? High. Okay. Sonra keçirik aşağıya. Motor statusu. Burada belə bir şey eləməli yuxarıda. Bunun içinə bir dənə birinci yoxlayaq da. Gəl bir dənə enter vur. Motor statusdan, yoxdan bir səbir ol. Buyur. Buradan bir dənə də if qoymalıyıq. Motorun statusuna baxmalıyıq. Yaz if. Motor status bərabərdirsə false. Bərabərdirsə false, bunları elə. Peki enter vur, bunları elə. Aysa, olayın hamısını alırsan nəyin içinə? Bunun içinə. Kim? Else, yəni motor status false yox, true'dur sana baş verir. Enter vursan, eynisini yazırsan, amma bu dəfə low eləyirsən də motoru söndürürsən. Bildin? Amma bu dəfə də motor statusunu eləyirsən, false'a çəkirsən də. Sən. Böyle bir Motor statusu false'a çəkirsən. motor status haydi ki motor haydi Yox, siz. motor status true'dur ya axı. Burada motor statusa da baxırıq axı. Burada true elədinsə, burada false eləməlisən də. Gələn səfər gələndə else-ə girsən. Hə, bu Başa düşdünmü? Bəli. Okey. Run elə. Bunu yəni yoxla. Boşluğu yoxsa upload edib verək. Tapmışam. Mən çıxdım da mən bunu yürüdüm. Upload edib. Serialda aç. Şey. Danışan Bax. Danışan kimi işləyir. Burada danışıram işləyir. Nə onda kodda səhv eləmiş nəysə baxacağıq onu da. Data Niyə səhv eləmişik? Mən data çox bir gəlir.
Bir da biraz geri aşağı. Biraz hə, potensiyometr ola bilər. İşe düşer. Ama biraz bundan oynamalıyım. Hava basıncından da işləyirəm. Barmaq üstünə qoyanda çünki dəri olur. Ha, değil. Orada nedir? Bir gelmiyor. Yox, sıfırdır. Hı, Getdi, gəldi, getdi. hı. Ben bir dakika. Tak 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 tak. Ha, Bir evet. gəlir, gedir, işləmir. Orada. Bismillah, orada. De gəlir, basdıqca gəlir. Yok bilmiyorum. O ardıcıl 2'den 3'ten mi geldi ona göre dedim. Biraz buradan. Belə eləyim. Hiç. 100 de orada. 100 azaldım, 50 eləyim. 100'ü biraz 50 eleme ikisine. 150. Bəli. 150. Getdim, getdi. Bu arada Şey, giriş problemine şey koy artık. Bilmiyorum. rezistor. Resist. Hı? Belə götür, belə götür. Oradan bir getir. Gedir ev, dəri oldu. Hı? Hı. Bunu sesin şiddeti çok tayin edememiş gözler. Biri göstərir, motor işləmir. Çox xırda gəlir bir çünki. Ya biri bu defa gelmesi kifayet. Şu buralarda boştu. O qədər həssas oldu ki, pəncərənin səsindən işləyir. O sesini tutmak lazım. 1-0, 1-0 derler ama. Indora 1-0 yani. Bir. İki dənə bir gəldi eski. Tamam. Yan Çünkü yana. ses var orada. Ha? Biraz azaldı. Arası. Bir daha. İkiden bir canlı var. Bəli. İki dənə gəlir. Belə yaxşı iştirak. Nə etmək istəyirik? İşte, ben laf hassas tutmak istemiyorum. Ha, sesle başlayıp fırlanıp yine kalıp bunu neyleme hassaslığını işletmeye. Ben daha da hassas tutmalıyım. Biliyorsun. Səs elədikcə başlayır neyləməyə, işləməyə. Bunu biz indi gələcəkdə qoşa bilərik. Duman, qaz sensoru. Biraz bir tər tutur siqnalı, amma mikrofondan Siqnalda deyə. oynamaq lazım. Və burayla oynamaq. Oy, bu nə oldu abi? Bunu buradan sil. Bura var, bura var. Arada bir qəhvə simvolu olur. Qəribə siqnallar o seyir, çaşır. Gördün mü? Başa düşdün? Bu niyə belə tez işləməyə başladı ki? Delay. Bayaq belə tez işləmir. Bunları gidelim reset tutalım. Ay, tezdən tez oldu. Okey. Səs Gəlin. yaraq elə. Arda. Welcome to. Buraya da bundan bu iş değil. Okey. Gəlin indi bunu saxlayaq, çıxaralım. Bir dənə burada rezistor. Bir dənə rezistor. Tətanı yığışdırmaq üçün. Gözlə belə gəlmiş. Şimdi bunu seçiyorum. İkisini bir soruna bakalım. Aslında üstünde.
Şöhret müəllim, Fayxlar şu an mənə məlumat verdi. Radarla bağlı Vasif müəllim demək olar ki, bitirib sxemlə. İndi hal-hazırda şəbəkəni yığır. Həftə sonuna qədər bildirir ki, və təhvil verəcəm sizə. Həftə sonu götürəndən sonra mən gətirib onu verəcəm proqramçılara. Onlar bir dənə update eləsinlər proqramda.